Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu teala ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Amin. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah. Şah Nakşibend Hazretleri buyurur ki, Tariqəti mən söhbət est. Mənim tariqətim söhbətdir. Və söhbətdə bərəkət var. Bugünkü söhbətimiz Həsən Bəsri Həzrətlərinin bir neçə kəlamını inşallah qeyd eləmək istəyirəm. Alimlər buyururlar ki, böyüklərin söhbəti söhbətlərin böyüyüdür. Hamı harasa yığılıb nəsə danışırlar. Siyasətçilər siyasətdən danışır, tacirlər ticarətdən danışır, avaralar beyhudə, nahaq, lağlağa söhbətlər danışır. Hamı nəsə danışır. Amma bu söhbətlərin ən xeyirlisi, fəzilətlisi Allahdan olan söhbətdir. İmam Rabbani rəhmətullahi aleyh Məktubat kitabında buyurur ki, əgər Allah rızası üçün bir yerə toplanıb 5 nəfər mömin kişi Allahdan zikr eləyib, Allahdan söhbət eləyib, haqq meclisi qurmasaydılar, Allah qiyameti çoxdan getirmişdi. Dünyanın ayaqüstə durmağının səbəbi Allah üçün toplanan haqq aşiqlərinin bərəkətinədir. Həzrəti Əmir əl-Möminə Əli radiyallahu anhunun güzide tələbələrindən olan Həsən Bəsri Həzrətləri həm mühəddisdir, həm müfəssirdir, həm təsəvvüf ustadıdır. Onun çox gözəl hədisləri var. Bu günləri bir neçəsindən inşallah bəhs etmək istəyirəm. Həsən Bəsri rəhmətullah aleyh buyurur ki, müsəlmana lazım olan şeylər bunlardır. İndi o şeyləri ki sayır, 4 dənə şeydir. Bunlar müsəlmana lazım olan şeylərdir. Birincisi nədir? Birincisi budur ki, faydalı elm. Faydalı elm deyəndə mən faydalı elm nə ola bilər? Hamı bir söz deyə bilər. Amma mən bu vaxta qədər oxuduqlarımdan ümumiləşdirib sizə deyirəm. Faydalı elmdən məqsəd birinci əqidə elmidir. Əqidə elmi inanmış olduğun Allah və Allahın inanmaq üçün bizə buyurmuş olduğu xəbərlər. Bunları doğru və düzgün şəkildə etiqad elmini, əqidə elmini bilmək lazımdır. Özü məsəl üçün müsəlman olub, Allah barəsində, Allahın göydə, ərşin üstündə oturduğunu, ayaqlarını sallatdığını inansa və yaxud da ki, bir müsəlman xeyrin Allahın yaratdığını, şərrin də şeytanın yaratdığına inansa, bunlar əhl-i sünnət etiqadından çıxan şeylər. Və ya mələklərin Allahın qızları olduğuna inansa və yaxud da ki, insanın bəxtinin, taleyinin, qismətinin öz əlində olduğuna inansa, qədərə, qismətə inanmasa, bu inanc sahibi etiqadı zədəlidir. Bəzi hallarda hətta dinin xaricinə belə çıxartar insanı. Amma əhl-i sünnət etiqadından kənara çıxanda o şey təhlükə yaranır. Demək ki, birinci elm, lazım olan faydalı elm, etiqad elmini bilməkdir. İkinci, fiqh elmini bilməkdir. İnanmış olduğun Allaha sən nə cür ibadət eləməlisən? Və ibadət eləmək üçün lazım olan şeyləri hardan öyrənməlisən? Elə məsəl üçün ibadət növləri var ki, o ibadəti Allah-u Teala buyurmayıb. İnsanlar özlərini uydurublar. Hardansa düşünürlər və zənn eləyirlər ki, bu eləmiş olduqları şey ibadətdir. O səbəbdən də fiqh elmini bilmək. Bu ikinci üzərimizə bilməyimiz lazım olan elmdir. Üçüncü elm təsəvvüf elmidir. Təsəvvüf elmi bəzi hallarda, əksər hallarda sünnətdir, amma bəzi hallarda vacib olur. Sünnət də o baxımdan ki, bir adam gedib hər hansı bir mürşid-i kamilə mürid olmasa, buna görə kafir olmaz və cəhənnəmə də getməz. Etiqad düz olmasa cəhənnəmə gedər. Deyirsə ki, məsəl üçün,
Allah'a inanıram amma cənnət cəhənnəmə inanmıram, bundan kafir olar. Bir adam desə ki, mən Allah'a inanıram amma namaza inanmıram, oruca inanmıram, bundan məsəl üçün kafir olar. Amma bir adam hər hansı bir şeyxə inanmasa və ya bir pirə inanmasa, bundan kafir olmaz. Amma etiqad eləsə, inansa, onun təliminin altına girsə, bundan çox böyük savab və fayda olar onun üçün. Amma bəzi hallarda vacib olur. O səbəbdən ki, bir adam gedib, məsəl üçün, xüsusən zamanımızda bir qərib yerə düşüb və yaxud da ki, bidət əhlinin arasına düşüb, ona lazımdır ki, mütləq bir alimə tabi olsun. Alimdən bu saymış olduğu elmləri, həm etiqad elmini, həm fiqh elmini ondan öyrənsin. Ki, adam var ki, məsələn, adam öldürməyi halal bilir. Məsəl üçün, biz bunun əziyyətini çəkdik də, neçə illər heç bir mənası olmayan bir müharibə oldu. Minlərlə insanlar öldürüldü. Milyonlarla insana vətənindən didərgin düşdü. Məsələn, bu IŞİD-in törətdiyi İraqda, Suriyada müharibə. Alimlərin qəbirlərini dağıltıb sümüklərini qəbirdən çıxartdılar, yandırdılar. Sahabələrin türbələrini dağıtdılar. Alimlərin saqqallarını yondular. Nə səbəbdən? Çünki bidət əhli idilər. İndi bunların içərisində yumşalanlar da var, amma fərqi yoxdur. Yəni, o yana çölsün, bu yana çölsün, eyni əqidə sahib. Çünki məktəb eynidir. Faydalandıqları məktəb eynidir. Kontroldan çıxır sadəcə olaraq. Kontroldan çıxanda radikallaşırlar. Sonra kontrolda saxlananda bir qədər yumşalırlar. Amma ki, bir bazı imkan yaransa, yenə radikallaşırlar. Onun üçün də radikallaşmamaq üçün, doğru yolda olmaq üçün, xarici, məsəl üçün və s. Səhv düşüncəli insanların təsirinin altına düşməmək üçün bir adına nöqtar din adına nə oyun çıxartdı? Düz Azərbaycana deyilsə də bu hadisələr, amma mütləq bizə də sirayət edir. Suriyada olur, Azərbaycana sirayət edir. İranda olur, Azərbaycana sirayət edir. Türkiyədə olur, Azərbaycana sirayət edir. Nə qədər insanlar heç əlaqəsi yoxdur. Hindistana gedirlər Sari Babanın yanına. Sari Baba qıpqırmızı kafir idi. Eşitmisiniz barəsində? Əvvəl dedi, mən bütün məzhəbləri birləşdirəcəm. Sonra dedi, mən bütün dinləri birləşdirəm. Axırda dedi, Peyğəmbərəm. Sonunda dedi ki, mən Tanrıyam. Ən böyük mərifəti də ağzından yumurta, qızılda yumurta çıxartırdırmış. Əgər yumurta çıxartmaq böyük mərifətsə, toyuqlar hamısı mərifət sahibidir. Yəni, bu belə bir şey deyil. Amma və lakin minlərlə insanlar onun yanındadır. Yəni, Qafqazdan bizim yerlərində onun yanına gedənlər olmuşdur. Demək ki, əgər ustad olsa, bir alimə bağlanırsa, o alimdən din öyrənilsə, bu halda vacib olur ki, dini bir biləyən adamdan öyrənəsən, ona tabi olasan ki, o sənə istiqamət verir. Həm etiqadın düz olsun, həm də fiqhin, əməl edəcəyin şeylər düz olsun. Bəli. Və müsəlmana lazım olan şeylərə üçüncüsü budur ki, səbirli olmaq. Səbirli olmaq nə deməkdir? Allah Teala Qur'anda buyurur ki, Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyuhellezine amenisbiru. Ey iman gətirənlər, səbirli olun. İnnallah ma'as sabirindir. Allah səbir edənlərləndir. Səbir nədir? Səbir üç şeydə səbirli olmaq fərzdir, vacibdir. Birinci, Allah sənə var, dövlət, genişlik, rahatlıq veribsə, həddi aşmaq olmaz. Səbirli olmaq lazımdır. Cavanlığı yaxşı yerə sərf elə, pulu yaxşı yerə sərf elə, sonra əlindəki imkanları yaxşı yerə sərf elə. Sən əgər müharibə yoxsa, sakitçilikdirsə, bunu səbirlə, doğru yola sərf elə, xeyirli, əməli salih, evladlar, ailələr, nəsillər yetişdir. İkinci, səbirli olmamız lazım o şey budur ki, sıxıntıda, görürsən ki, sıxıntı olar, qardaşım, kasıbçılıq olar, xəstəlik olar. Onda da həddi aşmaq olmaz. Niyə Allah bunu belə demək olmaz. O səbirlə onu atlatmaq lazımdır.
və üçüncü ibadətlərdə, ibadətləri yerinə yetirəndə, icra eləyəndə tələskənliyə yol vermək olmaz. Səliqə ilə dənə-dənə icra eləmək, yerinə yetirmək lazımdır. Səbirli olmaq lazımdır. Allah Teala Quranda həm də bu salih əməllərə də aiddir bayaqları. Məsəl üçün dedik, birincisi neydi? Elm, ikincisi salih əməllər, üçüncüsü səbir. Allah Teala Quranda buyurur: "Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vel asr, and olsun əsrə, ikindi namazına və yaxud da ki peyğəmbərin zamanına və ya axır zamana. İnnel insan lefi xusur, bütün insanlar xəsarətdədir, ziyandadır. İlla o kimsələrdən başqa ki, illa ancaq, illellezine o kimsələrdəndir. Amenü, iman gətirdilər və əmlü salih, salih əməllər gördülər. Və təvasa bil haqq və təvasa bil səbri. Haqqı və səbri tövsiyə etdilər. Demək ki, ziyana düşməyən, xəsarətə düşməyən 4 sinif insan var. İman gətirənlər, salih əməllər görənlər, haqqı və səbri tövsiyə edənlər. Burada da Həsən-i Bəsri Həzrətləri səbirli olmağı müsəlman lazım olan şey kimi deyir. Və dördüncüsü də qənaətkar olmaqdır. Qənaətkar nədir? Əlində olan şeyləri qənaətlə istifadə etmək. Bu dəqiqə bizim zamanımızın ən böyük fəlakəti türklər tüketimdir. Biz nə deyirik ona? Yox. Tüketim, çox pul xərcləmək, nahaq yerə pul xərcləmək, boş-boş şeylər almaq, girir dükana, pulunu nahaq və haq şeylərə xərcir. Hansı ki, qənaətçil olmaq, əvvəl deyirdilər ki, Allah Teala bizi çörəklə imtihana çəkmək. Qocalarla oturdum ki, dedilər ki, Allah heç kimi cəmaatını çörəklə imtihana çəkməsin. Çörək imtihana çəkməsi nə deməkdir? Çünki onlar aclıq görmüşdülər. Təsəvvür et, çıxırsan bayra, nə evində, nə bayırda yeməyi, mədəvi atacaq, qarnıva atacaq, heç bir şey yoxdur. Onlar bunun sıxıntısını çəkiblər. Yolotu yiyiblər, içiblər üstündən suyu, şişib qalırlar arxın qırağında, ölüblər. Yaxın adamlar acından, anasının ölməyi görür, anası acından ölür, çıxıb bayra ki, heç olmasa anasının ölməyini görməsin. Belə sıxıntılar olur. Onu uzatmaq istəmirəm mövzunu, müxtəsər demək istəyirəm. Onlar ki, bu aclığı görmüşdülər, deyirdilər ki, Allah bizi çörək imtihanı çəkməsin. Amma indi bolluqdur. Gənd Allah Teala bizi çörək imtihana çəkir. Ne üçün? Gedirsən həkimə, deyir ki, çörək yemə. Çörəklə gluten var, çörəkdə nə bilim, nə var? Çörək yeyirik, şəkər oluruq, çörək yeyirik, təzyiqimiz artır, çörək yeyirik, bizə kökəlmə verir. Nəm tərkibində qatırlar, əl boyda çörək yeyirsən, bir buxanka boyda çörək ki, mədəmizdə şişir, ondan filan xəstəlik gəlir, filan xəstəlik. İndi də çörəklə imtihana çəkilir. Və Şeyx Nazım Əfəndinin Qudsi Sırrın gözəl bir sözü var, deyir ki, sadə həyat, rahat həyat. Biz çox həpür-küpür şeylərə pul xərcədikcə həyatımızı daha da çətinləşdiririk, qəlizləşdiririk. Məsəl üçün, bir gün işıq olmasa, məsəl bu küləklərdə, bu yağışlarda, bir gün işıq olmadı, bütün şəhərdə, Qubada, sonra evimizin içərisində bütün sistem pozuldu. Soyucu işləmir, atapliyeni işləmir, Wi-Fi işləmir və hamımızda su işləmir. Hamımız ondan asılı vəziyyətə qalmışıq və həyatımızı qəlizləşdirmiş. İndi nəyə atapliyeni olmasın və ya telefon olmasın, olsun olmasın bilin, o mövzuya girmək istəmirəm. Amma həyatımızı əşyalarla çoxaltdıqca qəlizləşdirmişik hazırda. Amma olsa da, olmasa da bir günləri mütləq dünyadan bu şeyləri hamısını qoyub çıxıb gələcək qəbrə. Mənasız bir şey, mənasız bir həyat. Dönə biri yazır mənə, deyir ki, həyat mənasızdır. 3 dənə institutlar ondan deyir. 3 institutlar, bir də texnikum. Magistr oxuyur indi. Deyir, dünya mənasızdır, özümü öldürmək istəyirəmdir. Yaşamaq istəmirəmdir. Yaşamaq istəmirəm. Niyə? Çünki o qədər əşyapərəst olmuşuq ki, surətpərəst, şeypərəst.
Ətrafımız, evimiz, üstümüz əşyalarla dolu olduqca baxıb görür ki, bu da olsa xoşbəxt olur, görür xoşbəxtçiliyi yoxdur. Ya bu olsa xoşbəxt olarıq, onu da əldə edir, zülmlə, zillətlə görür xoşbəxt olmuruq. Amma Həsən Bəsri Həzrətləri müsəlmanın xoşbəxt olacaq şeylərini deyir. Deyir ki, müsəlmana lazım olan şeylər bu 4 dənə şeydir. Nədir? Faydalı elm, salih əməl, səbirli olmaq və qənaətçil olmaq. Axırda deyir ki, bunlar bir adamda əgər olsa, ona kimsə bir şey edə bilməz. Ne üçün? Həm bilir ki, nə eləmək lazım, çünki elmi var. Həm bilir ki, necə eləmək lazım, çünki əməli var. Həm nə olsa da səbirli olur, çılğınlıq eləmir. Həm də ki, Allahın vermiş olduğu şeyləri, mesela o şey var, o Qubalı aktyorun Əlağı Vahidlə oynayır, Bəşər Səfəroğlu, Səfər Bəşəroğlu nəsə o. Deyir ki, nə bilim, qaraj yandı, qarajdakı maşın yandı, sonra yavaş-yavaş od keçdi idarəyə, idarədə də mebel yandı, hər şeyi bunları güzəşt edirdi ki, ancaq Macintosh da yandı, Macintosh da o devrin ən forçlu plaşıymış. Deyir, yox, yanmadı, deyir ki, vallahi yandı, ağ eləmədir, yandı. Ne üçün deyir onu? Çünki əşyapərəstir, nələrinsə yanmağına hayfı gəlmir, amma Macintosh'un yanmağına hayfı gəlir, inanmır ki, o yana bilməz, yox. İndi bugünlər əldə eləmiş olduğumuz şeyləri yandırdıqca, xarab olduqca, əlimizdən getdikcə, evimizdən getdikcə, o şeyləri itirdikcə, Macintosh'larımız yandıqca, həyatımız acılaşır. Baxırda deyir ki, yaşamağın mənası yoxdur. Yaşamanın həqiqətində mənası olmur onda. Amma bir insan istəyirsə ki, güclü olsun, qüvvətli olsun, 4 şey lazımdır. Faydalı elm, salih əməl, hadisələrə qarşı səbirli olmaq və Allahın vermiş olan nemətlərə qarşı qənaətçil olmaq. Bəli. Bir kəlamını da oxuyaq Həsən Bəsrinin. Deyir ki, Həsən Bəsri Həzrətləri qoyun deyir, Adəm oğlundan daha həssasdır. Demək ki, bu çırqda heyvanları əhəlləşdirirlər də. Məsələn, meymun, fil, şir filan. Amma 2 heyvan mən görməmişəm çırqda. Biri canavardır, biri də qoyundur. Qoyun keydir, canavar da ki, vəhşid də o şey olmur, əhəlləşmir. Deyir ki, burada qoyun Adəm oğlundan daha həssasdır. Görəsən, niyədir, hansı mövzuda? Deyir ki, çobandır çağırdığı vaxt, o deyir, həmən onun çağırmağına cavab verir. Çağırırsan, püşkülürsən, gəlir yanıqadan. Amma deyir, Adəm oğlunu Allah-u Teala deyir, çağırır, onun çağırmağına rağmen deyir, Allahın dəvətinə sarı getmir. Bizdə burada Allah rəhmət eləsin məhlədə Qarxunlu Əlistan dayı var idi. Gedib qoyun almağa Oyanki rayonlardan qoyunlar veriblər. Bir dənə qoca qoyun olub, onu satmayıblar. Deyirlər ki, bunu satmayaqsın, bu qoca da bundan sonra bu balalamayacaq. O deyib ki, bunlar da deyir, onun balalarıdır. Deyir, yox da bunların anasıdır, qoy xeyir bərəkət olsun, bunu da elə münasib qiymətə satın mənə. Alın da qoyub elə qoca. O bu yolun qırağında otarırdı qoyunları. Mən də qoca kişi də görürdüm onu, söhbət edirdim. Alistan da necəsən, nə var, nə bizdə. Dərdi səri çox olan kişiydi. Allah rəhmət eləsin. Yəni, deyirdim ki, mən də söhbəti bilirdim, bir dəfə danışmışdım. Yəni, deyirdim ki, qoca necədir, soruşurdum. İndi qoyunlar da biz yanmış olar, oxtuq yolun qırağı ilə belə getdilər. Deyirdim ki, qoca necədir? Deyir ki, yaxşıdır burada. Deyim, bir dənə çağır. O da bir belə nazik səsi var idi. Çağırdı, qoca, çağırdı. O qoyunların içərisində qoca qoyun deyib, məl deyirdi onun üçün. Sonra püşüləməklə qoyunların içindən ayrılırdı, gəlirdi yanına. Mən bu kəlamı oxuyanda, rastıma gələndə o kişi yazma düşdü. Nədir? Qoyundur, daha həssasdır. Yiyəsi çağırır, deyir, qoca gəlir. Amma Allah-u Teala Peyğəmbər göndərir, gəlmir, Quran göndərir, gəlmir. Sonra alimlər göndərir, ustazlar göndərir, gəlmir. Və
Belə gəlməyənlər barəsində Peyğəmbərin başqa hədisi var. Deyir, qiyamət günündə deyir, mən deyir, Kövsər bulağının yanında insanları çağıracağam, mənə inananlar gələcək, vəhşi dəvələr kimi hürküb qaçanlar başqa. Demək, insanların içərisində hürküb, vəhşi dəvələr kimi qaçanlar da olur. Qiyamət günündə belə şeylər olacaq. Dünyada da elədir. Peyğəmbərlərdən qaçanlar, ustazlardan qaçanlar. Bəli. Bir kəlamını da oxuyaq. Buyurur ki, Həsən Bəsri Həzrətləri, şərli insanlarla oturub duranlar salih kimsələr haqqında pis danışacaqlar. Əgər bir adam pis adamlarla oturub durursa, kim kimin oturub durursa onun xasiyyətini alır da. Ən böyük fəsad budur ki, bir adam, o bir misal var, deyir ki, dostluğu göstər, sənin kim olmağını deyim. Məsələn, bizim yanımızda olduqları müddətcə, həyatda da hamımızın çətin gündə olub, çətin işləri də olub, səhv eləyənlər, nöqsan hərəkət olanlar da olubsa da, o bizim yanımızda olduğu üçün, yəni şəriət-i aliyyənin və təriqət-i Nəqşibəndiyənin yanında olduğu üçün səhvlərini həmən düzəltirdilər, tez düzəltirdilər və nöqsanlar olurdusa da, amma bizim yanımıza qayıtdıqları üçün düzəlirdi. Təriqətə, şəriətə qayıtdıqları düzəlirdi. Amma onların bir müddət pozucu insanların, bilmem, çalışıram yumuşaq danışım, insanların, yaramaz insanların, əclaf insanların yanında bir müddət olmaqları və onlara qulaq asmaqla onların yanında qalmaq niyyətlənirlər ki, sən demə, bu məsələ belə demiş, deyib. Kimə dindirsən de ki, şok olduq. Demək, onlara şok eləyiblər və niyyətləniblər orada qalmağa. Və qalmış olduqları yerdə ustazlara qarşı cəbhə açdılar. Cəbhə açmaqları, o cəbhədə durmaqları, onların yanında bir qədər durub, fitnə olacaq şeylərə qulaq asmaqları, orada durmağa niyyət eləməkləri və ustazlarına qarşı şübhəyə düşməkləri səbəb oldu ki, Həsən Bəsrinin kəlamını bir də oxuyuram. Deyir ki, şərli insanlarla oturub qalxan salih kimsələr haqqında pis danışmağa başlayar. O səbəbini geri qayıta bilmirlər. Salih əleyhissalamın qövmü kimidirlər. Salih əleyhissalamdan ki, möcüzə istədilər, daşdan dəvə çıxsın. Daşdan dəvə çıxdı, neynədilər? İman gətirdilər, yox. Neynədilər? Dəvəni kəsdilər, dəvəni öldürdülər. Dəvənin balası isə gördü ki, bunlar yolun azıb daşın içinə qayıtdı. Bu qədər möcüzəni görməyin müqabilində iman gətirməkdənsə, Salih İslam'a aşı oldu, Allah Teala o qövmü məhv elədi. Məhv eləmək bu demək deyil ki, mütləq başımıza daş yağmalıdır, od yağmalıdır, külək əsməlidir. Bir insanın, məsəl üçün, salih insanlara, ustazlara nifrət eləməsi, dalınca danışması, ayrılıb, nə bilim, bir fırıldaqçının başına toplanması, bu özləri şeydir də. Allahın böyük bir dənə bəlasıdır. Bu mənəvi daşdır, bu mənəvi rəcimdir, mənəvi daşqalaqdır. Çünki görür, amma qayıda bilmir. Ne ki, niyyəti qayıtmamaqdır. Salih İslam'ı qövmündə, o bizi Peyğəmbərə misal çəkmək oları, ta gəlib ustadımız Şeyh Siracın Əfəndiyə qədər belə. Allah Teala Həsən Bəsri Həzrətlərinin dili ilə gör bizə nə qədər şey öyrətdi. Ki, qoyundan misal çəkdi bizə. Sonra bir insanın şərli insanla oturub durması səbəbi ilə yaxşı insanlara qarşı düşmən mövqedə durmağından misal çəkdi bizə. Və 4 dənə də müsəlmana güc, qüvvət verəcək lazım olan 4 şeydən misal çəkdi bizə.
Allah Teala Həsən Bəsri Həzrətlərinin ruhun şad eləsin, himməti üzərimizdə olsun. Qadiriyyə, Xəlvətiyyə və s. təriqət kimi böyük təriqətlərin ustadıdır. Həzrəti Əlinin də xəlifələrindən, tələbələrindəndir. Allah sirrini təqdis eləsin. Amin. Subhanəkə la ilmə lənə illə ma alləmtənə innəkə entəl alimul hakim. Və axir da'vana və da'vahum enelhamdülillahi rabbil alamin. Başta Peygamberimiz Aleyhisselam, Ebu Bekir Siddiq ve Ali'nil Murtaza ve bütün ashab, al, ehli beyt Resulullah, evladı Resulullah, Rızvanullah Teala aleyhim ecmaîn, Pirimiz Mevlana Şeyh Sıracı Efendi'ye kadar gelip geçen bütün meşayih-i zevil ihtiram hezaratının, Nakşibendiye, Kadiriye, Suhrani, Burhani, Kuvreviye, Çeşdiye, Halveti, Rufaiye şeyhlerine ve yollarında olan müridan, mühibban, dostan, dervişan, beraderan, ihvan, müminler, Müslüman, atalarımızın, analarımızın, babaannelerimizin, təllüqatlarımızın, usulü furularımızın, Fatih-i Şerif mühtaç olan din kardeş bacılarımızın, dinimiz için, vətənimiz için canlarından geçen bütün şehitlerimizin ruhları için El-Fatiha.